hörmətli şəhidimizin qarşısına qoşaq. Rəhmətli Məhəmməd Peyğəmbər deyirdi ki, şəhidin qanı ilə aləmin çirniyeli göylər üçün eyni rəngdədir. Hörmətli mənim kəndçilərim, bilirsiniz, mən 104 sayılı Gədə Bayramı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədəm. Özümü təqdim eləməyə qarşınızda qısa olsa icazə versəniz deyim, mən bax, bu kənd orta məktəbinin, Əfqan kənd orta məktəbinin, həm ibtidai, həm orta təhsilini burada almışlar. Və 1978-ci ildə bu məktəbi bitirmiş. 1978-1983-cü illərdə Çingiz Yıldırım adına Azərbaycan Politexnik Institutunun tələbəsi olmuşam. 1984-85-86-cı illərdə Keçmiş SSR Daxili İşlər Nazirliyinin Saratov Ali kursunun dinləyicisi olmuşam. 2004-2008-ci illərdə Fəlsəfə, Siyasi Hüquq Tədqiqatlar İnstitutunun dissertantı olmuşam. 2008-ci ildə alimlik dərəcəsi almaq üçün şəxsiyyətin azadlığı və layiqiyyəti əleyhinə yönəlmiş əməllərin sosial fəlsəfi təhlili mövzusunda dissertasiya işini müdafiə eləmişəm. Və İnəkboğan kəndinin ilk filosof alimiyəm. Yüksək rütbəli zabitiniz mənəm. Mən sizin həmişə başınızı uca tutmuşam. 100-dən artıq elmi məqalənin 11 elmi monoqrafiyanın kitabın müəllifiyəm. Və hər dəfədə soruşublar, Faiq Qariyev Gədəbəylidir, İnəkboğan kəndi. Mən bugün sizin qarşınızda bunu nə deyirəm? Elə yaxşı moment düşüb ki, mən qarşınızda hesabat verməliyəm. Bu yaşımda hesabat verirəm, bu da Allah məqsımat eləyən hesabatdır. Ki, hesabat verirəm ki, yəni mən kiməm? Bu İnəkboğanı mən həmişə kəndinizi başını uca tutmuşam. Allah həmişə başınızı uca tutsun və uca saxlasın. Bilirsiniz, mən İnəkboğanın neçə gündür Gədəbəy rayonunun ərazisində görüşlər keçirdim. Mən çox maraqlı bir faktla rastlaşmışam. Nədir bu fakt? Mən hələ görmədim ki, bir dənə Gədəbəyini deyək ki, mənim problemim var. Keçən dəfə bir saskət deydik. Dedi ki, üzr istəyirəm, belə durun biraz. Dedi, Faiq müəllim, bizi problemimiz var, qaz problemi də var, su problemi də var. Yol, bunlar düzələndir. Ağsaqqal bir kişi deyir. Deyir, bizim maraqlandıran odur ki, bizim səsimizi, səviyyəmizi o parlamentdə deyən, oraya bir namizədimiz yoxdur. Onu biz orada təyin edə bilmirik. Ki, biz bilsinlər ki, bizim bir deputat Gədəbəydəndir. Mən doğrudan da bu mənə çox, yəni mənə çox pis təsir elədi və mən gözlərim də yaşardı. İndi belə bir təklif, belə bir çıxış, yəni insanları artıq o problemi yoxdur. İnsanları artıq qlobal, Gədəbəyliləri artıq qlobal problem düşünür. Və Gədəbəylilər çalışır ki, qlobal problemə qoşulsunlar, onun həllinə qoşulsunlar. Məsələn, dünyada gedən bugün əvvəllər 5 il bundan qabaq problem var idi, lokal idi, problem var, regional idi. İndi artıq dünyada bütün problem qloballaşır. Yəni dünyəviləşir. O dünyəvidə iştirak etmək üçün əlbəttə elm, təhsil, ağıl, savad xüsusi yer tutur. Həm ən əsasıca hüquqi kontekstdə bunların həllində mən sizə söz verə bilərəm ki, mən ən seçilsəm, ən sizin orada iştirak edən mübariz deputatınız olacaq. Buna mən sizə söz verirəm. Qaldı bilirsiniz, o bəzilər gəlir, görüş keçirik. Ki, mən qaz çəkəcəm, əzizlərim, bilin, siz mənlə də yaxşı bilirsiniz. Dövlətin 3 hakimiyyət strukturları var, orqanı var. Məhkəmə orqanıdır, ali qanun verici orqanıdır və icra orqanıdır. Deputat icra orqanı deyil, deputat məhkəmə orqanı deyil, deputat qanun verici orqanın nümayəndəsi. O ancaq və ancaq sizin səsinizi, sizin həll ediləcək problemlərinizin həllinin qanunlaşdırılmasında iştirak edən fərddir, tərəfdir. O hansı ki, deyir, mən gələndə bir 20 dənə və qat, yalan deyir. Alladır. Bu Alladır. Mən sizə deyirəm ki, Faiq Sarıoğlu, kərkimiz kimi, qardaşım, mən siz başınızda olacağım. Mən qanunun qəbulunda
səmimi iştirak edəcəm. Mən sözümü sizin problemlərinizin və eləcə də bütün Azərbaycan xalqının problemlərin həlli, eləcə də dövlətimizin, cəmiyyətimizin problemlərin həlli istiqamətdə görülən qanunların qəbulunda ağılla, elmlə, təhsillə, savadımla iştirak edəcəm. Qaldı, problem deyəndə problemin 3 forması var. Fərdi problem var, xüsusi problem var və ümumi problem var. Artıq bu problemlər indi regional karaktere çevrildi. İndi artıq global karaktere çevrildi. Bax o global karakterli problemlərin həllində həm iqtisadi sferada, həm siyasi sferada, həm mənəvi sferada və həm də hüquqi sferada yaxından iştirak edir. Bu mənim məqsədimdir. Bu mənim real elmə, təhsilimə əsaslanan amillərdən birisidir. Mənə nə sualınız var, xahiş edirəm, deyin. Mənə nə təklifləriniz var, deyin. Uğurlu yollar. Çox sağ olun. Minnətdarım, Cəfərov. Gətirimiz uğurlu tamam birində, tecavüz birində hamısı dəstək olar. Öz elə olmuşdur, öz kəsimizdir. Nə qədər olsa bu bizə daha çox gəlməkdir. Bazen bizi qarayla birisi toxmuşuq, yətərgürüz, elinə bağlı olduğundan daha yaxşı bizdən. Kömək olaq, dəstək olaq, hələ bir dənə səs verməklə daha yaxşı olar. Qarayıq Faiqə bu istək uğurlar arzulayaq, gün o gün Allah eləsin ki, bizim də kəndimizdə bir fəxr etdiyimiz bir insan olsun. Uğurlar olsun. Əziz həmkərlilər, əziz